İlk dəfə mahnı oxuyanda 8 yaşım var idi. Tam yadımda deyil, amma türk mahnısı idi. Rəşid Behbudov ola bilər. Şövkət Ələkbərova. Bunları yəni sevirəm. Ən çox özümü K-pop janrında daha rahat hiss edirəm. Yəni məni mahnı oxumağa ruhlandırıb valideynlərim. Ən çox da anam. Dəyişir. Elə vaxt olur həyəcanlı oluram səhnəyə çıxanda, elə vaxt olur ki, rahat oluram. Tanınmış bir insan olmaqdır. Məsəl üçün xaricdə ola bilər. Ən çox xaricdə belə tanınmaq istəyirəm. Sənətkar olaraq. Elədiyi işlərdə sevgi dolu olmaqlarını deyərdim. Özlərinə güvənmələrini deyərdim. Yəni əgər insan istəsə, yəni hər şeyi bacara bilər. Özünə güvənsə, elədiyi işi sevsə. 5 nömrəli musiqi incəsənət məktəbində oxuyuram. Bir çox konsertlərdə, müsabiqələrdə iştirak eləmişəm. Hətta Faiq Zücətdinovun rəhbərlik etdiyi, Aybəniz Həşimovun rəhbərlik etdiyi müsabiqələrdə iştirak etmişəm. Astana Stars International müsabiqəsində ölkəmizi təmsil edərək səsimə uyğun 3-cü yerə layiq görülmüşəm. Səni hər an gözləyərəm, izləyərəm pəncərədən. Baxışlarım bulaq kimi axıb gedər küçələrdən. Deyirsən ki, sorma məni bir kimsədən. Necə susum, necə danım, səni sevdim, səni andım, el içində mehribanım. Səncə bu nədir? Bilmədim ki, bu həmin o qedir. Sən təbrik edirik. Yarışmada Azərbaycanımızı təmsil etməyə haqqı buyur səndədir, sən seçildin və Azərbaycanımızı Tbilisidə məhz sən təmsil edəsən.